Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə evdə olan ərzaqlarla çox ləzzətli, yumşaq, dadlı, asan peçeni resepti bölüşürəm. Videoların davamı üçün kanalıma abunə olmağı, zəng işarəsini basıb bildirimləri açmağı və videomu bəyənməyi unutmayın. Qaba 300 qram xamam, 1 stəkan şəkər tozu, 2 ədəd yumurta və əritdiyim çərək yağını əlavə edib tel çırpıcı ilə qarışdırıram. Qarışdırdıqdan sonra üzərinə ələmiş un əlavə edirəm. 4 stəkan unu ələmişəm və 4 stəkan unun yarısını əlavə edirəm əvvəlcə və yarısını əlavə etdikdən sonra üzərinə qabartma tozu və vanil əlavə edirəm. Hərəsindən 1 paket. Biraz spatula ilə qarışdırıram. Daha sonra isə qalan unu əlavə edib xəmiri yoğuracam. Unlar fərqli olduğuna görə sizdə 4 stəkan yarımda un gedə bilər, 4 stəkanda. Ona görə çalışın 3 stəkandan sonra unu az əlavə edəsiniz. Xəmir yumşaq olmalıdır, buna diqqət edin. Və ələ yapışmayan yumşaq xəmir hazırlayıram. Xəmiri salafana qoyub soyuducunun aşağı gözündə yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra təzgaha biraz un səpirik və xəmiri qoyub hissələrə ayırırıq. Təxminən mandalin böyüklüyündə kündələr hazırlayıram. Hər birinə yuvarlaq forma verib hərəlik bir kənara qoyuram. Daha sonra bu şəkildə götürüb uzun sov forma verib bururam. Burduqdan sonra isə şəkər tozuna hər tərəfli batırıb yağladığımız və yaxud da yağlı kağız sərdiyimiz soba listinə yığırıq. Və gördüyünüz kimi hər birinə eyni formanı verib soba listinə aralıqlı məsafəli bir şəkildə yığırıq. Zövqünüzə görə fərqli formalar verə bilərsiniz və yaxud da yuvarlaq da hazırlaya bilərsiniz. Və peçeniləri 180 dərəcəlik öncədən istilmiş sobamıza 20-25 dəqiqə ərzində bişməyə qoyuruq. Üzerini və altını tam qızarmağa diqqət edin. Çox gözəl bir şəkildə qızarır. Üzəri xırçıltılı, içərisi isə yumşaq olur. Çox ləzzətlidir. Siz də mütləq hazırlayın. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşənədək.